Salam, hər vaxtınız xeyirli olsun dəyərli treyderlərimiz və Forex bazarına məşğul olan insanlar. Bu gün mən sizə qızıl, gümüş və kuper haqqında analiz dərc edib paylaşacağam. Kimə uyğunsa bu analiz öz ticarətinə tətbiq edə bilərlər. Başlamaq istəyirəm qızılla. Qızıl bizdə gördüyünüz kimi çox kəskin enişlər oldu. Bu gün mayın 15-idir, 2025-ci ildir. Yeri gəlmişkən çox əla bir tarixdir. 15.05.25-dir. Və belə bir tarixlərdə yadda qalan bir belə deyim hadisələr olur. Ona görə Forex bazarında da bu düşünürəm ki, özünü göstərəcək. Bəlkə də bu tarix bizdə qızılın daha da kəskin artımına səbəb ola bilər. Deməli, əziz treyderlərimiz, qızıl gördüyünüz kimi tarixi maksimum yazandan sonra korreksiya başlanıldı və dünənləri və sıra günləri demək ikinci və birinci günlər çox kəskin enişlər oldu qızılda və ondan sonra artım davam etməyə başladı. Yenə əziz treyderlər, kim bunu bilirsə daha yaxşı yadınıza salın, kim bilmirsə yadınızda saxlayın. Hər hansı bir alət, yəni daim olaraq artıb və yaxud da ki eniş edə bilməz. Yəni qızıl gördüyünüz yəni çox kəskin artım olundu və hər hansı bir artım, baxın bu artım bir həcmlə müşahidə olundu. Yəni burada bir həcm bitdi və ondan sonra başlandı burada korreksiya. Yəni növbəti belə bir artım üçün buradan ola bilərdi və yaxud da ki buradan ola bilər. Biz onu bilmirik. Növbəti artım üçün yenə də bizə həcm lazımdır. Baxın burada bir yığılan belə bir həcmlər burada hardasa paylanmalıdır. Yəni bu keçən analizdə mən Bitcoin-də göstərmişdim onu. Bitcoin-da o həcm paylanıldı yuxarıda. Yəni o birisi videolara keçid edib baxa bilərsiniz. Bitcoin haqqında analizimi dərc eləmişdim. Və burada bizdə qızıl həm də trend xəttini, yəni lokal olaraq bu trend xəttidir. Oje gördüyünüz kimi H4 time frame-də qırıb keçib. Ondan sonra bizdə bir belə deyim, harası belə bir trigger ola bilər, yəni bir başlanğıc ola bilər artım üçün. Həmçində burada belə səviyyəmiz var bizdə. Yəni qiymət bu səviyyəni ancaq belə deyim görmüşdü aprel ayında. Bəli, aprel ayında görmüşdü. Yəni bir aydan daha çox vaxtdan əvvəl görmüşdü bunu. Ona görə də həmin bu səviyyə burada görürsünüz enişə səbəb olmuşdur. Buradan isə eyni belə deyim səviyyədə artıma səbəb ola bilər. Ona görə əziz izləyicilərimiz qızılın daha da kəskin artımına gözləmək olar. Mən düşünürəm ki 3400-lərə qədər rahatlıqla artım davam edəcək. Məndə əməliyyat baxın burada $1500 profitdir və cəmi isə burada $200 stop lossum qoyulub. Yəni burada əməliyyat belə deyim 1-in 15-i filandır. Yəni 15 də olmasa, yəni 14 filan belə rahatçılıqla var. Hal-hazırda bu take stop lossda təhlükəsiz yerə ata bilərəm. Yəni bu əməliyyatımdan narahat deyiləm. Və qızıldan çalışacağam ki, maksimum olaraq profit əldə edim. Çünki belə əməliyyatlara daxil olmağa sizi çağırıram əziz treyderlərimiz. Çünki yəni bir dənə belə take profitlə bağlanan əməliyyat sizin növbəti stop lossla 4, 5, 6 dənə stop lossla belə əməliyyatınız bağlansın. Yenə də bura verilən profiti heç vaxt üstələyə bilməz. Növbəti bizdə alət silverdir, yəni gümüşdür. Gümüş ümumiyyətlə əziz treyderlərimiz çox gecikmiş alətdir. Yəni maksimumları qızıl baxsaq ki yeniləyib, amma gümüş isə bunu eləməyib. Gümüş 2024-cü ildən bu yana öz tarixi maksimumlarını yeniləməyib. Ona görə düşünürəm ki, gümüş də qızılın dalıyca artıma gedəcək. Burada bizdə belə bir kanal var. Yəni kanalda üzr istəyirəm, belə diapazon var. Bu diapazon qırılıb aşağı keçilməyənə qədər biz ancaq artıma gözlənilə bilər.
Üstəlik bizdə belə bir trend xəttimiz var. Trend xətti də yuxarı qırılıb keçirilsə, bu bizim üçün belə deyim, bir artım üçün təkan olacaq. Ümumiyyətlə yenə deyirəm, qızıl gecikmiş alətdir. Üzr istəyirəm, gümüş artacaq. Yəni qızıl maksimumları yeniləyib, lakin gümüş bunu 1 il bundan qabaq edib. Ona görə gümüşün maksimumların yenilənməsi əsas faktorlardan biridir. Bu da təxminən 35'lər civarlarıdır. Əziz izləyicilərimiz, onu da vurğulamaq istəyirəm. Əgər siz də belə bir əməliyyatlara daxil olmaq istəyirsiniz, görürsünüz bizdə qızılda $435 profitdir, gümüşdə isə $203, $204 profitimiz var. Belə bir əməliyyatlara daxil olmaq istəyirsə, mənim qapalı qrupum var. Mənim komandama qoşulub Forex-dan belə bir gözəl nəticələr, profitlər əldə edə bilərsiniz. Qapalı qrupa qoşulmaq üçün mənimlə əlaqə saxlayın. Cooper'a keçmək istəyirəm. Yeri gəlmişdən Cooper haqqında analizimi belə deyim, ümumi qrupda paylaşmışdım. Telegram qrupumda, yəni pulsuz paylaşmışdım bunu. Burada qiymət təxminən buralarda olanı mənfidə idi əməliyyat. Yəni paylaşmışdım ki, Cooper artıma gedəcək. Belə bir artım gözlənilir Cooper'da. Yəni pulsuz paylaşmışdım bunu. Kim yararlanmışsa ümumi qrupdan Telegramda, onlar hal-hazırda faydalanırlar. Cooper haqqında da yəni burada qısa olaraq danışacağım. Burada eniş üçün belə bir eniş oldu bizdə. Kəskin olaraq bu da Trump'ın müharibə elan eləmişdi bütün dünyaya, iqtisadi müharibə Çinlə falan. Ona görə belə bir bizdə xəbər əsnasında belə bir eniş oldu və ondan sonra da yavaş-yavaş bizdə Cooper artıma başlandı. Yəni öz belə deyim relslərinə qayıtdı. Yenə burada bu trend xətti bizdə yuxarıdadır. Yəni bu trend xətti qırılıb aşağıda şamlar bağlansa, 1-2 şam belə H4-cü bağlansa, ondan sonra bizdə eniş burada ola bilər. Amma daha ki bu trend xətti qırılmır, bizdə artım prioritet olaraq qalır. İndi əməliyyatım baxın 1-in 3-dən azından burada $700 profitdir, burada isə $300 mənfidir. Stop loss'dan və ya profitlə bağlansa, bu 1-in 2 əməliyyatımdır. Yəni mən düşünürəm ki, Cooper'in artımı davam edəcək. Belə əziz izləyicilərim, bugünü bu qədər. Əgər sizə də bu video faydalı oldusa, öz dostlarınızdan, traderlərinizdən bölüşün, faydalansınlar və yenə vurğulamaq istəyirəm. Qapalı qrupuma abunə olmaq üçün mənimlə əlaqə saxlayın. Sağ olun, salamat qalın.